Gürcüstan hökuməti ayinin sanksiyalar üzrə xüsusi nümayəndəsi David O'Sullivan'dan ən yüksək səviyyədə ifadə edilən öhdəliklərə və ayinin Rusiyaya qarşı sanksiyalarından yayınmanın qarşısını almaq üçün artıq atılan addımlara görə Gürcüstan hökumətinə təşəkkür edən məktub alıb. Məktub Gürcüstan Xarici İşlər Nazirliyi tərəfindən paylanıb. Avropa Komissiyasının Maliyyə Sabitliyi, Maliyyə Xidmətləri və Kapital Bazarları Birliyinin Jake O'Sullivan tərəfindən imzalanmış baş direktorluğunun məktubunda da Gürcüstan hökumətinin sanksiyalardan yayınma ilə bağlı məsələləri müzakirə etmək üçün davamlı hazırlığı vurğulanır. Hakim komanda məktuba cavab verərək bildirir ki, bu bəyanat Gürcüstanda sanksiyalardan yayınma fürsətinin heç vaxt olmadığına dair ilk müsbət qiymətləndirmə deyil. Gürcü arzusu yaxın günlərdə Konstitusiya Məhkəməsinə 3 müxalifət partiyasının qadağan edilməsi tələbi ilə iddia qaldıracaq. İddiaya cavab olaraq Milli Hərəkat hüquqi mübarizə elan edir. Gürcüstan Naminə Qaxariya partiyası üzvlərinin Gürcü arzusunun Lelonu hansı əsasla iddiaya daxil etdiyini anlamadığını, Lelo partiyası ilə həmrəyliyini bildirir. Girçi partiyasına gəldikdə isə onlar hesab edirlər ki, siyasi partiyanın qadağan edilməsi söz azadlığına qoyulan qadağadır. Hakim partiyanın fikrincə Gürcüstanda siyasi sahə zədələnib və bu sahə təmizlənməlidir. İddiaya görə qadağan Milli Hərəkata, Axali partiyasını və Leloya şamil ediləcək. Gürcü arzusu parlamentin müvəqqəti istintaq komissiyası tərəfindən hazırlanmış 500 səhifəlik rəylə tələbi dəstəkləyir. Baş nazir televiziya şirkətlərindən birində efirdə konstitusiya iddiası barədə danışıb. İraklik Obaxicə bildirib ki, Gürcü Arzusu partiyası hər dəfə Gürcü xalqından mandat alıb. Lakin bu kifayət deyil. Əsas məsələ ölkənin maraqlarının qorunmasıdır. Baş nazirin sözlərinə görə seçkilərdə qələbə nəticə etibarilə hakim komandaya ölkədə tam hüquqlu siyasi demokratik sistem qorumaq imkanı vermir və konstitusiya iddiası hazırlanarkən bu məsuliyyət nəzərə alınıb. Gürcüstan Özbəkistanda ilk dəfə keçirilən UNESCO baş konfransının sessiyasında iştirak edir. Tədbirə Səmərqand şəhəri ev sahibliyi edir. Sessiyanın gündəliyini mədəni irsin qorunması və saxlanması məsələlərinin müzakirəsi daxildir. Gürcüstan nümayəndə heyəti tədbirə Xarici İşlər Nazirinin rəhbərliyi ilə iştirak edir. Maka Boçorişvili sabah konfrans çərçivəsində iştirakçılara müraciət edəcək. Sessiya ilə paralel olaraq davam edən sərgidə Gürcüstan stendi və pavilyonu da təqdim olunacaq. Sərgidə qonaqlara Gürcüstan mədəni irsi və qeyri-maddi mədəni irs abidələri, o cümlədən küpə şərabçılığı ənənələri və Gürcü polifonik musiqisi təqdim olunacaq. Batuminin yeni çağırış bələdiyyə sədrinin vəzifəsinə İvane Maysuracı seçilib. O, keçmiş idmançı və Basko basketbol klubunun direktoru olub. Əksəriyyət onu gizli səs vermə yolu ilə yekdilliklə seçib. Müxalifətin 2 deputatı səs vermədə iştirak etmədən imtina edib. Batumi bələdiyyəsinin 25 üzvündən 22-si Gürcü Arzu partiyasının nümayəndəsidir. Lelo Qaxariya Gürcüstan üçün və Girçi partiyalarının isə hərəsinin bir deputatı var. İlk iclasda 24 deputat qatılıb. Qaxariya Gürcüstan üçün partiyasının nümayəndəsi Cemal Ananicə parlament üzvü olub. Çünki Qaxariya partiyasının yenilənmiş tərkibi ali qanunverici orqana daxil edilib. Buna görə də onun bəyanatı əsnasında bələdiyyə iclas onun səlahiyyətlərinə xitam verib. Onun yerini partiya siyasındakı növbəti namizəd tutacaq. İlk iclasda ən əvvəl Lelo partiyasının nümayəndəsi bələdiyyələrdə korrupsiyanı araşdıran komissiyaların yaradılmasını tələb edib. Vaja Darçıya bildirib ki, korrupsiyanın mövcudluğu bələdiyyə səviyyəsində elə Gürcü arzusu özü etiraf edir. Buna görə də bu məsələni xüsusi komissiyalar araşdırmalıdır. Əksəriyyət isə cavab olaraq bildirib ki, bu məqsədlə ölkədə artıq müvafiq qurumlar effektiv şəkildə fəaliyyət göstərir və əlavə komissiyalara ehtiyac yoxdur. ABŞ prezidenti Donald Trump və Çin prezidenti Xi Jinping arasında Cənubi Koreyada görüş keçirilib. Danışıqlar təxminən 2 saat davam edib. Görüşdən sonra Donald Trump təyyarədə jurnalistlərə görüş barədə danışıb və qeyd edib ki, Xi Jinping əla liderdir. Donald Trump bildirib ki, ABŞ əvvəllər fenaltin kimyəvi maddələrinin axınına cavab olaraq tətbiq edilən bütün Çin mallarına tarifləri dərhal azaldacaq. Bundan əlavə Ukrayna məsələsindən danışan ABŞ prezidenti bildirib ki, o və Xi Jinping bu istiqamətdə birlikdə işləmək barədə razılığa gəliblər. O 2026-cı ilin aprelində Çinə səfər edəcəyini və Xi Jinpingin bu səfərdən sonra Vaşinqtona gələcəyini bildirib. Eyni zamanda Çin dövlət mediası Xi Jinpingin Donald Trumpla görüşəcəyini
görüşdən sonra verdiyi açıqlamanı dərc edib. Xi Jinping bildirib ki, tərəflər əsas ticarət məsələləri üzrə razılığa gəliblər. Çin prezidenti bildirib ki, Çin və Amerika komandaları hər iki ölkənin iqtisadiyyatı üçün sakitləşdirici həbb olacaq nəticələr əldə etmək üçün çalışacaqlar. Xi Jinping bildirib ki, Çin və ABŞ böyük dövlətlərə layiq olan məsuliyyəti birgə nümayiş etdirə, birlikdə işləyə və hər iki ölkə və bütün dünya üçün daha vacib, praktik və faydalı işlər görə bilərlər. Yamaykada Melissa qasırğasının yaratdığı daşqın nəticəsində ölkədə 4 nəfərin öldüyünü təsdiqləyirlər. Haitidə ölənlərin sayı 40-a çatıb. Rəsmilər ölkəni bürüyən şiddətli yağışlar səbəbindən ölənlərin sayının arta biləcəyini bildiriblər. Mediada yayılan xəbərlərə görə fırtına fəlakətdən zərər çəkən qonşu ölkələr arasında ən az inkişaf etmiş Haitiyə ciddi ziyan vuracaq. Lövr muzeyindən zinət əşyaları oğurladıqlarına görə həbs olunan 2 nəfər soyğunçuluqda iştirak etdiklərini etiraf etsələr də Paris prokurorluğu oğurlanmış zinət əşyalarının hələ də hakimiyyət orqanlarına qaytarılmadığını bildirib. Hər iki şəxs ötən həftə həbs olunub. 2 şübhəli hələ də azadlıqdadır. Lövr muzeyindəki soyğunçuluq 19 oktyabrda baş verib. Bir neçə maskalı şəxs Napoleonun kolleksiyasından təxminən 88 milyon avro dəyərində zinət əşyaları oğurlayıb. Daxili İşlər Nazirliyinin əməkdaşları əvvəllər müxtəlif cinayətlərdə məhkum olunmuş 1985-ci il təvəllüdlü şəxsi odlu silah və sursatın, eləcə də narkotik maddələrin qanunsuz alınması və saxlanması ithamı ilə həbs ediblər. Axtarış zamanı maddi sübut kimi tapanca, revolver və 28 patron, eləcə də xüsusilə külli miqdarda narkotik maddə olan buprenorfin götürülüb. Cinayətlər 20 ilə qədər və ya ömürlük həbs cəzasını nəzərdə tutur. Daxili İşlər Nazirliyinin Acara Baş İdarəsinin əməkdaşları Batumidə əvvəllər müxtəlif cinayətlərdə məhkum olunmuş 1974-cü il təvəllüdlü şəxsi xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz alınması, saxlanılması və satışına kömək etmək ithamı ilə həbs ediblər. Təqsirləndirilən şəxsin şəxsi və yaşayış evində aparılan axtarış nəticəsində polis satış üçün hazırlanılmış metadon narkotik vasitələri və qurudulmuş marixuananı sübut kimi müsadirə edib. Cinayət 20 ilə qədər və ya ömürlük həbs cəzasını nəzərdə tutur.